gördük hər birinci. Mən çalışacağım qısa olaraq sizə məlumat verim. Bizim bu fəaliyyətlə bağlı ekranı paylaşıram. Əgər hər hansı çətinlik olsa və ya ekran paylaşılmasa, məlumat verərsiniz, zəhmət olmasa. Ekranı görürükmü? Bəli, Bəli, görünür. Əvvəlcə qısa olaraq deyim ki, bizim bu layihə bu fevral ayı startaplar ayı olacaq. Startaplar və innovasiyalar ayı. Düşünürəm ki, hər biriniz məlumatlısınız və mən də elə sizin qədər məlumatlıyam. Bu məlumat nədən məlumatlıyam? Bu sahədə sadəcə olaraq təcrübəm müəyyən qədər olduğum üçün mənə yönləndirilmişəm. Biz çalışacağıq ki, belə masallı 3-4 hissəyə bölüblər məktəbləri. Biz birlikdə bir qrupuq, bir komandayıq. Bizim komandadan hər hansı bir məktəbin orada təmsil olunması çox uğurlu olacaq. Düşünürəm ki, bütün məktəblər burada iştirak edəcəklər, bir iş ortaya çıxaracaqlar. Mən əlimdən gələn eləyəcəm ki, bizim məktəblərdən daha yaxşı, daha uğurlu nəticə olsun və birinci yerə bizim məktəb çıxsın. Bizim məktəbdən biri çıxsın. Təkcə mənim məktəbim deyil də. Üzr istəyirəm. Bizim hər hansı məktəbimiz 25 məktəb olmalıdır. 25 məktəbdən və ya 20 məktəb. Bunların hər hansı birində bir uğurlu nəticə olsa, birinci yerə çıxsa və ya ikinci yerə, bizim hər birimiz qazanmış sayılacaq. Əvvəlcə onu deyim ki, startap nədir? Startap belə bir şey düşünək. Bizim əlimizdə bizim işimiz əgər 4 hissəyə bölürük. Faiq müəllim, Bəli. müəllim. Üzürlü sayın böldüm. Rövşən müəllim qoşula bilmir hal-hazırda. Zəhmət olmasa ona yenidən link atardınız da. Baş. Bizim qoşulmaqla bağlı bir neçə müəllim mənə qeyd aparıb. Düşünürəm ki, çətinlik hardadır? Onlara yazmışam bir neçə müəllimə ki, Teams hesabınızı göndərin və ya UTIS kodunuzu göndərin. Mən sizə dəvət göndərim də buradan. Amma onların bir neçəsi UTIS kodunu bilmədiklərini qeyd edirlər. Mənə nağıl gəldi ki, müəllim bir nəfər göndərim. Müəllim 5164-dür müəllim. Yox, qrupa göndərim linki. Qrupa göndərdim linki. Digərləri də görüb qoşula bilsin. Bir nəfər də UTIS kodunu qeyd edib, onu da bir dənə əlavə eləyək. Ruhiyyə müəllimə qoşulmuşdu elə bilirəm. Hə, qoşulub. Ruhiyyə müəllimə UTIS kodu. Hə, UTIS kodu mənə əlavə eləmişsiniz. Əlavə elədim. Rövşən müəllim qoşuldu mənim. UTIS kodu göndərmişdi mənə oradan. Belə. Dəyərli müəllimlər, siz paylaşımı görə bilirsiniz də startapla bağlı. Startapla əvvəlcə o məlumat verim ki, biz bir biznesimiz var, toxuculuqla bağlı biznesimiz var. Yəni biz toxuma alətləri, əşyaları alırıq, hardansa gətirib başqa yerə satırıq. Bizim biznesimiz var artıq. Biz əgər sahibkarıqsa, bu biznesdən fərqi nədir? Sahibkar odur ki, bizim işçilərimiz var, özümüz toxuyuruq. Özümüz işçilərimiz toxuyur və onu satırıq. Oluruq sahibkar və ya şirkətimiz var. Bizim əgər sosial sahibkarıqsa, biz bu əşyanı, yəni toxuculuq məhsulunu çalışırıq qadınlardan, nə bilim, şəhid ailələrindən, qazi ailələrindən, ehtiyaclılardan, ucqar kənd sakinlərindən qururuq bu şirkəti. Olur sosial sahibkarlıq. Yəni bir qrup şəxsi götürürük. Buna daha çox ehtiyacı olan və ya daha çox önəm verməli olduğumuz qurum komandanı götürürük. Onlarla işləyirik. Olur sosial sahibkarlıq. Bir də var startap. Startap nədir? Startap odur ki, biz bu işi görürük yenə də. Amma bu işi görərkən daha innovativ, daha müasir, daha belə fərqli formada buna yanaşırıq məsələyə. Məsələn, nə edirik? Bir dənə proqram qururuq, application. Orada deyirik ki, kimin əl işləri, bacarıqları varsa, əl qabiliyyəti varsa, öz məhsullarını hazırlayıb bu saytda qoysun, yerləşdirsin. Ölkənin o başından, bu başından kim istəyir, daxil olacaq sayta, oradan əldə edəcək. Bu oldu startap. Məsələn, biz alma ilə bağlı deyim, qısa daha belə rahat anlaşılan olsun. Bir alma alıb satan bir şəxs var, o biznesdir də, o ticarətlə məşğuldur, bizneslə məşğuldur. Biri gedir onu komput eləyir, almanı əkir, becərir və komput eləyir, satır. O daha sahibkar. Özü hazır alma ağacları əkdi, ondan sonra almanı dərdi, onun komputunu hazırladı, oldu sahibkar.
Biri sosial sahibkardır. Bu alma ağaclarının əkilib becərilməsində, kampın hazırlanmasında müəyyən sosial qruplarla işləyir. Yəni dediyim kimi şəhid ailələri ilə, ucqar kənd sakinləri, qadınlarla, işsiz insanlarla və s. ilə işləyirsə, bu olur sosial sahibkar. Onun üçün əvvəlki üçün fərqi yox idi. Mənim ən yaxşı bacarıqlı adamlar yığıb işlədir. Bu isə xüsusi şəxslər seçir. Bu olur sosial sahibkar. Amma bir nəfər də götürüb alma.az saytı açıb, deyir ki, kimin alması varsa, qoysun həmən sayta, kiminsə almaya ehtiyacı varsa, həmən sayta daxil olsun, getsin orada satanların birinə getsin, özü alsın. Və yaxud müraciət eləsin, o göndərsin. Bu olar nə? Startup. Startup əslində başlanğıc deməkdir. Fəxri Ağayevin, belə Fəxri Ağayev olmalıdır, elə biləm. Hüseynov da. Bir agenda burada var, slide, bundan təqdimat etmək istədim. Startup nədir dedik ki, startup bir başlanğıcdır, innovativ başlanğıcdır, yenilikçi bir başlanğıcdır. Hansı problemi həll eləyirlər, amma startup həmişə pul qazandırırmı? Xeyr. Ola bilər ki, pul qazanmaq üçün deyil, müəyyən bir problemi həll etməkdən ötürü düzəldiblər uşaqlar bunu. Startupın ardıcılıq nədir? Startupın başlanmasının əsas mərhələləri var. O mərhələləri keçiriləcək. Startupın əsas mərhələlərindən keçiriləndən sonra bizim işimiz bundan ibarət olacaq. Startup nədir? Startup ingilis dilində inkişaf mərhələsində olan yeni yaranmış bir şirkət deməkdir. Şirkət biraz tam əhatə eləmir onu. Amma hələ ki belə qəbul eləyək. Startupın tarixi ilə bağlı startup anlayışı Amerikada Silikon vadisindən başlayıb. Silikon vadisində bir neçə belə fəaliyyətlər olmuşdu. İlk fəaliyyət bir nəfər bir şirkət qurur və onun adını startup kimi adlandırır. Burada tam olaraq məlumatlar var, sizə göndərə bilərəm. Bizim bildiyimiz HP şirkəti ki var, kompüter düzəldir. Google şirkətidir, Amazondur, eBaydır. Bunlar hamısı startup olublar əvvəllər. Kiminsə bir ideyası olub, belə bir şey düzəldir. Buradan başlanğıc eləyir. Başlayıb və daha uğurlu olub, daha sonra böyük bir şirkət olub. Dünyanın ən tanınmış şirkətlərindən biri olub. Məsələn, Amazon şirkəti dünyanın ən gəlirli şirkəti hesab olunurdu. Bir neçə il bundan əvvəl ilk yerlərdə idi həmişə. Bu Amazon şirkəti indi də ilk yerlərdədir, ilk 10-luqdadır. Bu Amazon şirkəti özü startup olub əvvəllər. Kimsə deyib ki, mən satış saytı qoyum, kitab satışı ilə və o kitab satışı ilə başlanğıc eləyib və daha sonra böyük bir şirkət açıb, indi hər bir şey satır. Buna bağlı bizim startupın ardıcılığını deyim. Startup fəaliyyəti ideya ilə başlayır. Kiminsə bir ideyası olur. Sonra plan qurur. Planın vəsait ayrılır. Onu düzəldirik. Daha sonra ondan vəsait götürürük. Yəni uğur qazanmış olur. Bizim startupla bağlı təxmini olaraq anlayışımız bundan ibarətdir. Bir də çalışacağım ekran paylaşımı dayandırım. Mən qeydiyyatı açmışam. Görünür dəyişikliklər. Demək, bizim fəaliyyətimiz nəyə ibarətdir? Şagirdlərə ilk olaraq bizim proses bundan ibarətdir. Şagirdlərə biz məlumat verəcəyik ilk olaraq. Startupın nə olduğu ilə bağlı. Daha sonra məlumat verəndən sonra uğurlu şagirdlərin hansı ki düşünürük ki bunlar uğurludur. Əvvəlcə ümumi məlumat verəndən sonra uğurlu şagirdləri özümüz seçirik. Onlardan bir ayrıca görüş keçiririk. Amma digər şagirdlər də bizə ola bilər ki sabahları gəlsin, geri dönüş eləsin. Ki mənim bir ideyam var. O ideyan olan şagirdləri seçirsiniz, yığırsınız. Onların ideyanı dinləyirsiniz. Hansı uğurludur, uğurlu ola bilər. Onları götürürsünüz. Hə, okey, biz bunu həll edə bilərik, bunu düzəldə bilərik. Əladır, xoşumuza gəldi. Ondan sonra özümüz bunun üçün nələr lazımdır? Bu detallar lazımdır bizə, bu şeylər lazımdır. Bunların hansını eləyə biləriksə, onu götürürük və onun dəstək olur şagirdə, şagird o məhsulu ortaya çıxarır. O məhsul olmaya da bilər. Məsələn, belə deyim. Bütün proseslər əvvəlcə başlayır problemlə. Şagird məktəbdə bir problem görməlidir və ya cəmiyyətdə, və ictimaiyyətdə və bölgədə. O problemi həlli üçün çalışmalıdır. Bizim indi burada yoxdur. Əksər məktəblərdə var. Bayraqlar var. Bayrağın bir də dayaq nöqtələri var da. Bizim əvvəllər bu bayraqlar dayaqsız olub da, yəni yerə qoymurlar, əldə tutmaq üçün olub. Bunu belə qoydular. Daha sonra onun biri problem kimi gördü ki, bunu tədbirdən sonra evə aparırıq. Asmağa alınmır asmağımız. Yerə qoyandıqda yerə düşür də. Bayraq kimi qalmır, hörmətsizlik olur. Nədir? Onun üçün bir atlıq düzəltdik. Daha sonra bayraqları biz taxdıq yerinə və ayaqda qalmış oldu. Və məsələ nə oldu? Problem kimi baxandan sonra ona həll üsulunu tapdıq. Bu özü bir startupdır, bu özü bir layihədir, innovasiyadır. Məsələn, bu əvvəlcə bu qələmlər başlıqsız idi. Sonra axıntılar baş verdi. Daha sonra bunu qoymağa problem yarandı. Nəsə gəzdirəndə cibi yazırdı və s. olurdu. Və buna nə oldu? Qapaq düzəltdilər.
Daha sonra biraz da inkişaf elətdirdilər. Dedilər ki, bunu düyməli eləyək, qapaq itir, yerə düşür, tapmaq olmur və s. Onun üçün düyməli qələmlər çıxdı ortaya və bu limli qələmlərdir. Onlara düymə ilə də onun üçün qapağa ehtiyac yoxdur. Və bu kimi nümunələri siz şagirdlərə göstərin. Nümunə göstərməsəniz heç cür almır da. Yəni istənilən halda siz nümunə göstərməlisiniz ki, uşağın beyni başa düşsün ki, biz nə qədər danışırıq, uşağın nümunə almadıqca dərk eləmir. Hə, başa düşdüm deyə bilər, amma sabah bir ideya gətirməyəcək. Siz 3 dənə nümunə göstərin, daha sonra şagird həqiqətən də gəlir görsün ki, ha, nə qədər maraqlı bir şeylər ortaya çıxarır. Nümunə mütləq olmalıdır. Biz nümunələr göstəririk, şagirdlər. Baxın, belə uğurlu şagirdlər olub, uğurlu startaplar var. Siz bir məsələ tapın, məktəbdə bir problem tapın, o problem üzərində işləyin, düşünün, daha sonra onun çıxış vəziyyətini tapın, belə, bundan nə düzəldə bilərik, bundan çıxış yolu nə ola bilər? Ondan sonra həmən ideyanı biz həyata keçirə biləriksə, deyərik ki, hə, okey, bunu həyata keçirək, keçirə bilməriksə, deyərik ki, yox, bu alınmır, başqa bir şey fikirlər, başqa bir şey düşün. Amma sizə deyim ki, biz heç bir şey eləyə bilməklə anlayışda yoxdur. Məsələn, şagirdin dediyi şey, məsələn, meşə yanğını ilə bağlı bir ideya verib, deyib ki, dronlar olsun kənarda, siqnalizasiya olsun, yanğın baş verəndə bizə məlumat versin. Bizim bu dəqiqə dron tapmağa, düzəltməyə bu dəqiqə imkanımız yoxdur. Çünki burada maliyyə ayrılmıyor. Amma biz nə edə bilərik? Onu Canva-dan və digər proqramlardan animasiya formasında, slayd formasında təqdimat kimi, prezentasiya kimi təqdim edə bilərik. O da ola bilər. Ola bilər ki, bizim orada təqdim edilmiş layihələrin bir hissəsi slaydla olsun. Məhsul əlimizdə olmasın. O da ola bilər. Biz də şagirdə onu bildiririk ki, çalışırıq ki, əlimizdə məhsul olsun, daha yaxşı görünür. Yox, əgər olmasa da evi yox, yəni prototip də ola bilər. Olmasa da evi yox, biz slayd kimi də o təqdimat varmalıyıq. Elman müəllimin son cümləsi belə oldu ki, indi biz oraya getməyək, amma son cümləsi belə oldu ki, hər bir məktəb nəsə bir ortaya çıxartmalıdır. Deyək ki, heç bu məktəbdə heç bir belə bir şagird yoxdur, şagird sayı azdır, problemlər çoxdur. Burada ortaya çıxaramır. Ən azından istənilən bir məktəbdə olur, mütləq olur ki, belə fəal şagird olur. Ən azından ortaya bir dənə kub düzəltsin, nə bilim, riyaziyyatdan fəza disiplinlərindən bir şey düzəltsin, ortaya çıxartsın ki, və bunu riyaziyyatda istifadə edib uşaqların riyaziyyat biliklərini artıra bilərik. Və yaxud da ki, təsəvvürlərini gücləndirə bilərik. Məsələn, startap olaraq Azərbaycanda bir startaplar olub, şagirdlər qurublar. Mən sizə dəstək olaraq dedim ki, süni intellektdən istifadə edə bilərsiniz. Süni intellektə mən sual verdim. Bu belə bir layihə olub. Şagirdlər riyaziyyat və fizika fənlərini oyunlaşdıraraq öyrədən mobil tətbiq düzəldiblər. Belə bir ideal startap olublar. Şagirdlər özləri düşünürlər ki, fizikanı və riyaziyyatı biz başa düşə bilmirik müəllimin izahı ilə. Biz nə edək? Oyunlar düzəldək. Həmin oyunlara görə uşaqlar oyun oynayırlar. O oyuna o riyaziyyatı və ya fizikanı öyrənəcək. Maraq da artacaq. Və belə bir startap edib və uğurlu oldu. İndi biz də məktəbə məlumatlar veririk. Şagirdlər, siz hətta ən xırda detal edib. Bizim məktəbdə zibil qablar var. Zibil qablar dolub daşa bilir. Hansı sinifdə tez dolur, hansı sinifdə yarımçıq qalır. Bizim məlumatımız olmur. Şagird də nə olur? Bu dolandan sonra üstünə atır və yerə dağılır. Bu olmasın deyə. Ya şagird gedib məlumat verməlidir ki, dolub daşıyır, bunu boşaldım və s. Biz şagird belə bir şey düşünə bilər ki, zibil qabı dolanda bizə siqnal versin, işıq versin, bir məlumat versin. Ora bir dənə cihaz qoymalıyıq. Deyərsiniz ki, bu cihazların tapılması, alınması və s. ola bilər. Bizim STEM məktəblərimiz var. Məsələn, Mahmudlar məktəbi var. Daha sonra Bambaşa məktəbi olmalıdır, elə bilirəm. Bir neçə məktəbdə STEM var. Bu STEM məktəblərində aparatlar var. Bu aparatlar bizə bu məlumatları verə bilirlər. Sensorları var və s. var. O müəllimlərdən dəstək alaq. STEM mərkəz var Lənkəranda. O müəllimlərdən, o şagirdlərdən dəstək ala bilərik biz. Mən özüm STEM müəlliməm. Sizə əlimizdə olan avadanlıqlarını istifadə edə bilərəm. Bizim məktəbimizdə STEM yoxdur, aparatlarımız yoxdur o qədər. Amma qrant layihədən müəyyən qədər aparatlar qalıb, onlardan dəstək ola bilərəm. Sizin hətta ideya ola bilər ki, düşünə bilərsiniz ki, bu mümkün deyil. Deyərsiniz, biz deyə bilərik ki, hə, bunu eləyən var, eləmək mümkündür. Bizim STEM mərkəzində falan aparatı alıb bunu quraşdırıb düzəldə bilərik. Yəni əvvəl siz bütün ideyaları alın, əldə eləyin, onları qeydlər aparın və onu bir dənə birimizdən danışaq. Görək, bəlkə birimizdə bir aparat var, onu orada işlədə bilərik. Birimizdə başqa bir təklif edə bilərik ki, birimizə dəstək olarıq. Hər bir məktəbimiz, ola bilər ki, siz ideyanızı hətta gizlədə bilərsiniz ki, mənim ideyam əladır, istəyirəm ki, desəm hamı biləcək. Yəni, o hamı bunu eləyəcək. Ona görə də onu saxlaya da bilərsiniz. Yəni, o vacib deyil ki, mütləq hamısı deyəsiniz. Amma dəstək olmamız daha önəmlidir. Məncə dəstək olsa daha böyük bir şey ortaya çıxararıq. Nəinki gizləsək. Mən sizə deyim də, yəni burada belə bir ideyam var mənim. Zibil qabların məlumatının verilməsi yaxşı bir ideyadır. Daha sonra belə bir ideyam var ki, naklatura var. Kağızları təkrar emal edən bir qrup
belə bir şirkətdir, bir növ emal edən bir emalatxanadır. Onlar kağızları alırlar, amma pulla alırlar. Bir tonu 70 manat olmalıdır. Səhvimiz. O bir tonu 70 manatla bizim məktəblərdə çoxlu kağız tullantılar olur. Şagirdlər məktəbə kağız tullantı üçün ayrıca bizim qablar qoya bilərlər ki, onu toplasınlar və ildə bir dəfə mi, yoxsa 5 aydan bir, yarım ildə bir dəfə o kağız tullantıları paylaş versinlər nakulaturaya, oradan maliyyə alsınlar. Həmin maliyyə ilə zibil qablarını təmin eləsinlər, yeniləsinlər və ya məktəbə bir ağac əkmə eləsinlər və başqa bir iş edə bilərlər. O startapdır. Amma bunu ortaya çıxarmaq üçün bir şeylər eləməlidir. Uşaqlar təqdimat aparmalıdır orada. Məhsulu ortaya çıxartmalıdır və s. Bu kimi. Əvvəlcə bir dənə sual olan varmı? Hər hansı qaranlıq qalan məqam, sual yaranıbsa bir dənə bildirin. Ondan sonra prosesin ardıcıllığını deyirəm, yekunlaşdırarım. Mənim hazırki işim ondan ibarət oldu ki, startupın nə olduğu ilə bağlı və bizim nə edəcəyimizlə bağlı məlumat verim qısa olaraq. Amma sxematik demədim də, ardıcıl deyəcəm. Sual olan varmı? Faik müəllim, mənim bir dənə sualım var idi. Biz yəni ideyanı təftə tutalım ki və layihə qurduq. Burada mütləq süni intellekt istifadə olunmalı deyə bir şey varmı? Yoxsa Evet, mütləq qəti süni olaraq. intellekt istifadə Süni olunmalıdır? intellekt bizim köməkçi vasitəmizdir. Ola bilər istifadə edək, nə gözəl. Amma istifadə eləməsək də, mən dediyim də bayaqları zibil qabının düzəldilməsi ilə bağlı, yəni nəsə bir nakulatura, kağız emalı ilə bağlı kağız qutular olsun. Onu düzəltməklə bağlı heç bir şeyə ehtiyac yoxdur. Kağız qutunu götürürük mağazadan, alırıq, gətirib qoyuruq məktəbdə üstünə bir yazı, üzərinə bir yazı yazırıq ki, kağız zibillər, ta ki kağızları ancaq ora atacaqlar. Onu biz verərik nakulaturaya, nakulaturadan biz pul alacağıq. Bunun üçün süni intellektə ehtiyac yoxdur, sistemə ehtiyac yoxdur, robota texnikaya ehtiyac yoxdur. O ehtiyac yoxdur heç bir şeyə. Aha, zəruri deyil, başa düşdüm. Çox sağ olun. Bəli, bəli. Ola bilər ki, amma bizim məktəbimizdə belə bir şagird var ki, oxumur, nadincdir, amma adam beyni var, uşaq dron düzəldir özü, kolonka düzəldir, yəni səs ucaldan və s. Belə şagirdlər var, onlarla işləyə bilərik, onları cəlb edə bilərik. Amma biz əksər hallarda düşünmədiyimiz, ağlımıza belə gəlməyən şagirdlərdən bir ideyalar gəlir. Ona görə də mən düşünürəm ki, ancaq seçək 5 nəfərə bu məlumatı verək, olmasın. Bütün bizim nə eləyək? İndi bizim məktəbdə elədir ki, tutaq ki, mən bütün məktəbi idman zalına yığıb, akt zalına yığıb məlumat verə bilərəm. Sizin məktəbdə belə deyil, şərait yoxdur və ya da uyğun deyil. Tutaq ki, siz deyirsiniz ki, yox, mən düşünürəm ki, belə alınmaya da yaxşı. Belə alınır ki, mən girim siniflərə, hər sinifdə 5 dəqiqəyə, 10 dəqiqəlik təqdimat aparım, izah edin məlumatı. Siz bu cür eləyin. Mən akt zalından deyim. Bir nəfər desin ki, mən gün iş vaxtı alınmır, gecə vaxtı bir dənə Zoom görüşü ya Teams görüşü eləyim, bütün məktəbi qoşaq ora, oradan məlumatı verin. O cür eləyə bilərsiniz, o cür eləyin. Amma nə eləyərik? Eləyək, bütün şagirdlərə bu məlumatları verməliyik ki, startup ayı gəlir, ideyalar düşünün, bir fikirlər bildirin. Komanda işi daha yaxşı olar. Komanda ilə desəz, komanda ilə əlalardır. Komanda işi eləyin, bir komanda ilə birlikdə bir iş görməyə çalışın. Biri onun proqram təminatını düzəltsin, biri onun fiqurun formasını düzəltsin, biri nəsə başqa iş görsün. Komanda işi daha yaxşı olur. Beləcə, birinci işimiz məlumatın verilməsi. Şagirdə məktəblərə, hətta müəllimlərə də məlumatın verilməsidir ki, müəllim də şagirdlərə istək ola bilər. Müəllim elə bir şagird tanıyır ki, görüb onun bir fəaliyyətini biz görməmişik. O müəllimə deyən ki, mən filan şagirdi tanıyıram, o yaxşı işlər görmüşdü, onu da cəlb edək. Belə bir hal ola bilər. Ona görə də müəllimlərə də məlumat verək, dəstək olsun şagirdlərə. Şagirdlərə də məlumat verək. Ki, fevral ayında startup ayıdır, startup nədir? İzah edirik. Daha sonra şagirdlər sadəcə olaraq bir dənə problem tapırsınız məktəbdə. Olmayan bir şey ola bilər. Mütləq deyil, mühtəvi problem olmalıdır. Yəni, məktəbdə bir yenilik eləmək istəyirsiniz də, bir dənə hansı problemi həll etməkdən ötürü bir iş görmək istəyirsiniz. O ideyanı verin, biz düzəldək, həll edək. Məsələn, markerlər əvvəllər var idi. Bu markerlər bitir də, bitəndən sonra atırıb, bu da zibildə tullantıdır. Bunu qarşılamaq üçün belə markerlər ortaya çıxartdılar. Bu markerin qapağı açılır. Buna müəyyən maye var. Bu mayeni alır, köpürük onun içərisinə və bu nə olur? Bundan təzədən təkrar istifadə edirik. Bu atılmır. Bu tullantının sayını artırır, bu artırmır. Bu startupdır artıq, bir layihə, ideyadır, innovasiyadır. Siz də şagirdlər, bunun qarşısını almaq üçün hansı alternativiniz var? Məsələn, elektron lövhələr gəlir, indi daha ən üstünə odur. Amma ondan əvvəl ağ lövhələrdə markerlə yazılar idi. Bunu pisləyənlər təbaşirlə olan lövhələrdə istifadə edirlər. Deyirlər ki, təbaşir yoxa çıxır, toz olur, torpağa dönür. Amma marker qalır, tullantıdır və yaxud da ki, kimyəvi maddədir və s. Yəni, bunu etiraz edənlər var idi. Yəni, bizim şagirdlərimiz də nəyəsə bir etiraz edəcəklər, nəyəsə düzəltməkdən ötürü yeni bir ideya ortaya verəcəklər. Belə.
Sual olan var mı? Yoxdursa deyim ki, birinci işimiz budur. Gedirik şagirdlərə məlumat veririk. İkinci işimiz onlardan geri dönüş alırıq, onları qeydiyyat aparırıq. 2 dənə komanda qururuq, bir dənə komanda qururuq, nə ediriksə, komandanı qurandan sonra bizim WhatsApp qrupumuz var, oradan məlumat verə bilərsiniz. Biz mütləq əlaqə saxlayacağıq. Bu görüşü də inşallah ki paylaşaram, oradan izləyə bilərsiniz. Baxın ki, qoşmuşam sənə. Belə, ikinci işimiz şagirdlərdən geri dönüşləri qeyd aparırıq. Üçüncü işimiz şagirdlərə dəstək olması nələr lazımdır, onu araşdırırıq. Elə bir şey ola bilər ki, məsələn, Buradikə qəsəbəsində yardım kampaniyası var. Onlar Təmiz Kənd adlı bir layihə icra ediblər. Zibil qablar qoyublar hər qapının ağzına. Amma şagird deyə bilər ki, bu problemdir. O zibillər bəzilərində yarı qalır, bəzilərində dolu olur. Bilinmir nə vaxt dolub, nə vaxt. Onunla bağlı bir ideya verə bilərəm ki, hansı zibil qabı dolanda bizə məlumat gəlsin, bildiriş gəlsin və biz zibil daşıyan maşına məlumat verək və ona birbaşa məlumat keçsin, özü gəlib götürsün bunu, daşısın və dəyişsin. Yəni o oradan maliyyəni də ala bilər. Çünki o işləri görüblərsə, yardım qrupları, o zibil qutusunu qoyublarsa, onun daşınmasında maliyyə verirlərsə, o aparatın alınmasına, quraşdırılmasına dəstək ola bilər. Məsələn, biz demirik, indi mütləq aparat alaq, maliyyə alaq, həllini yox. İndi bunun müsbət tərəflərini şagirdlərə izah edirik. Şagird deyər ki, mənim burada nə marağım var ki, yəni belə bir iş görüm, beynimi yorum, fəaliyyət icra edeyim və mənim faydam nə olacaq? Hər kəs faydanı axtarır da. Şagird birincisi məktəbi təqdim edəcək tanıza, özünü və məktəbi tanıdacaq o tədbirdə. Tədbir olacaq, bütün masallı müəllimləri, direktorlar qoşulacaqlar, orada iştirak edəcəklər. Bir şagird ya 3 ya 1 şagird olacaq. Ən uğurlu iş orada təqdim olunacaq. Bütün o masallı məktəblərin rəhbərlərinin qarşısında o təqdim edəcək. Daha sonra biz onun ideyasını, fikrini uğurlu olsa, STEAM-in SAP festivalı olur. Hər il Təhsil Naziri orada iştirak edir. Böyük vəzifəli şəxslər, dünyanın 19 bu illərdə sən elə biləm 19 ölkəsindən orada iştirak edənlər var idi, şagirdlər. Tam ödənişsizdir, şagird aparırlar Bakıya qrupla, müəllimi ilə bir yerdə 3 gün və 5 gün qalır orada, orada Bakını gəzdirirlər, orada iştirak edir təlimdə, öz fəaliyyətini orada təqdim edir. Oraya yönləndirə bilərik. Sabahın alimləri layihəsi var, oraya yönləndirə bilərik şagirdi. Bununla bağlı mütəmadi olaraq hakaton və digər layihələr olur, müsabiqələr olur. Orada şagirdlər iştirak edib kompüter, planşet və s. hədiyyələr qazana bilirlər. Şagirdlərin uğurlu, əgər fəaliyyət uğurlu olsa, oraya yönləndirəcək. O şagird oradan da öz hədiyyələrini alacaq, uğurlu şagird kimi özünü təqdim edə bilər. Bütün ölkədə tanınacaq. Şagirdin ideyası, əgər deyərsiniz ki, şagird əvvəlcədən bunu desəz ki, siz bütün ölkə tanınarsınız, şagird deyək ki, mənim o bacarıqda deyiləm də, özü qorxacaq, çəkinəcək. Əvvəlcədən xırdakıdan başlayırıq ki, bir ideya gətirin ortaya, ideya dəstək olaq, böyüdək və ortaya məhsul çıxaraq. Məhsul olsa daha yaxşı, olmasa da slaydla, təqdimatla bu işi göstərə bilərik. Sualınız varmı? Mən çalışdım sürətli keçəm. 2 iclas başlayır, 15 dəqiqəmiz qalıb, çatdıramayacağım sizə. Sualınız yoxdursa mən yekunlaşdırırım. Sualı qrupa göndərə bilərsiniz, əgər olacaqsa. Sağ olun müəllimlər, uğurlar olsun. Sağ olun mənim.